Özümü qoymaq istədim, anamı qoymaq istədim. Gördüm də anamı yerdə vurur. Az da anamı öldürəcəkdi. Ona görə mən də bıçağı vurdum. Məqsədin nə idi onu vurmaqda? Vurmaqla Nifrət idi. Yox, vurmaqla nə etmək istəyirdin? Xəsarət etmək istəyirdin, öldürmək istəyirdin? Xəsarət eləmək istədim ki, bir də eləməsin ki, gördüm da vurdum, elə verim sağ qalacaq, amma öldü. Anasının döyülməsinə tab gətirməyib, atalığını bıçaq zərbələri ilə qətlə yetirdi. Emin Əliyev ona deyirsiniz ki, həmin vaxt alkoqol içkilərdir. O incidir anamı, saçından tutub dağıtırdı, təpilliydi. Mən də o moment bıçağı çatdım, 2-3 dəfə vurdum bədəninə. Qəsdən adam öldürməkdə təqsirli bilinən Yusif Quliyevin cinayət işi. Sən məndən soruşur da kim o, neyini, mən deyəm bıçaqlayıb gəlib evə yanından. Anam öyrətmişdi mən. Dayı git düzünü da kim vurub, sən vurmuşsun yoxsa anamı deyəm mən vurmuşam. Ceyhun Həmidovun təqdimatında Kriminalda Bazar günü saat 23:15-də.